ölkə təhsili elə ağır bir dövr yaşayır ki, ölkə təhsilinə rəhbərlik edən şəxs ölkə təhsilini layihələr, təlimlər, imtahanlar poliqonuna çevirir. Atılan bütün addımlar təəssüf doğurur. 2025-ci ildə Elm və Təhsil Nazirliyinin funksional vəzifələrinə şərabçılıq zavodunun, şəkər zavodundan, ayrı-ayrı şirkətlərdən 10 ən iri, belə deyək, ən aparıcı funksional vəzifələrə təyinat olunur. Bu şəxslərin heç birinin təhsillə bağlı əlaqəsi yoxdur. Nə təhsilləri təhsillə bağlıdır, nə təcrübələri təhsillə bağlıdır, nə məktəb, nə universitet, nə heç nə. Yəni bunlar ümumiyyətlə tədris mühitindən anlayışı olmayan insanlardır və elə bizim Elm və Təhsil Nazirliyi ilə eyni fikirdə, əqidədə olan insanlar da onlar hər şeyə, havaya, suya, hər şeyə biznes gözü ilə baxırlar. O cümlədən də təhsil bu şəkildədir. Və artıq neçənci ildir ki, bizdə jurnallar ən yaxşı halda noyabrın 15-i gəlib çıxır məktəblərə. Burada bir əlavə biznes yaranır, müvəqqəti jurnallar satılır məktəbdə. Bu müəllimlər pulla almağa məcburlar, çünki tədris prosesinə qeydiyyat almasan necə olacaq? Çap olunacaqsa niyə ayın 15-i çap olunmur? Sentyabrın 15-nə qədər məktəblərə çatdırılır. Mən elə düşünürəm ki, orada Təhsil Nazirliyinin özündə də onlar qruplaşmalar üzərindən mübarizə gedir, müəyyən məsələlər. Yəqin ki, bir jurnalın çap olunması böyük vəsait və bilirsiniz. 2 il bundan əvvələ qədər Elm və Təhsil Nazirliyi elan etmişdi ki, bizdə 89.600-dən artıq sinif var, təqribən 90.000. Amma İTV-dəki çıxışında nazir elan elədi ki, yox, 77.500 sinif deməkdir. Yəni məktəblərin bağlanması fonunda, eyni zamanda bir də siniflərin açılmaması fonunda ölkədə bilirsiniz 23.000-ə yaxın sinif ya bağlanıb, ya yeni siniflər açılmır. Ölkə təhsilinin bu şəkildə məhv edilməsi, bir sinif otağına 2 sinifin şagirdlərinin yerləşdirilməsi bilərəkdən eləyirlər ölkə təhsilində. Jurnal yəni tədris prosesini qeydiyyat etməkdir. Tədris prosesinin qeydiyyatı getmirsə heç nə. Təhsil məktəblərində bilərəkdən tədris prosesini pozmaq. Çünki onlarla belə faktlar var ki, adını qoyuruq səriştəsiz idarə etmə. Bu səriştəsizlikdən də uzağa gedir. İkinci məsələ ayrı-ayrı qruplaşmalar arasında bu jurnalı çap edib oradan gələn gəlir uğrunda mübarizə. Üçüncü səbəb də ola bilər, onda inşallah hüquq mühafizə orqanlarının səlahiyyətindədir. Çünki ölkə təhsilinə qarşı açıq sabotaj jurnalların bu qədər gec verməsi. İndi müəllimlərə deyirlər ki, 3 günə, 5 günə yaz günə. Nə qədər nöqsanlar olur orada, sürətli yazılmalar. Sonra bu nöqsanlara görə direktor müavinləri, müəllimlər bir də məsuliyyət daşıyırlar. Amma heç kim demir ki, sən mənə sentyabrın 15-dən sonra anlaya bilmirsən ki, mən vaxtı-vaxtına qeydiyyatını aparım. Sən əgər jurnal verəcəkdin, sən niyə məni məcbur elədin müvəqqəti jurnal alım? Səbəbsə, dediyimiz kimi, ölkənin Elm və Təhsil Nazirliyində funksional vəzifədə işləyənlər, aparıcı vəzifədə işləyənlər ölkə təhsilinə qarşı açıq şəkildə sabotajla məşğuldurlar. Ümumiyyətlə dövlətimizə qarşı.